dolu qədər məndə xatirələr var. Bir dəfə Azərbaycan Yazıçılar Birliyində Mirzə Şərif Vazeh haqqında bir məclis keçirdirdik. Ziya Bünyadov gəlmişdi bir tarixçi kimi. Deyirdi ki, bəlkə Mirzə Şərif Vazeh heç şair olmayıb, onun dəftərçisi olub. Deməli, klassik şairlərdən seçmələr olub. Və bunu da verib, o da işte tərcümə edəndən sonra itir də şey. Birdən Xəlrəza Türkdür da qalxdı ayağa, dedi ki, fələyin gör nə qədər yaqut səyyarəsi var, ürəyimdə bir o qədər qəmzən oxudun yarəsi var. Bəs bunu neyləyək? Hörmətli professor dedi ki, İndica beləsindən danış. O Yazıçılar Birliyində böyük bir belə cadı var idi. Şüşəsi görmədim, belə bəhbək gəldim, nə tər vurdumsa, şüşə qırılıb töküldü. Mənim üstümü də məni də yaraladı. Bu zaman bir qoca kişi gəldi. Elə orada bir kağız verdi. Dedi ki, bəs Tarkovskiyə ərizə yaz. Yazdım ki, bəs o dedi ki, bəs şüşələrin üstündə gül şəkili filan şəkil çəkmədiklərinə görə təmizlə, tərtəmiz yiyilib bilmədim də. Ona görə də əlim ayağım kəsdi, xahiş edirəm, mənə dəyən ziyanı ödəsinlər. Tarkovski də bu kişidir, bu qoca kişi. Dedi ki, indi hansı otaqdasan? Dedim filan, dedi, get yat. Getdi yat. Arada axşam üstüydü. Bir də gördüm, Tarkovski gəlib. Hə, no Xarkiroy. Dedim ki, belə də dedim, bir şey olmuyor, narahat olun. Dedi, yox, əsas məsələləri qutardıq. Dedim, nədir? Dedi ki, səni bu saat itib şiir axtarırlar, buranın direktoru. Ki, narahat olmasın, şüşəni özünü saldıracağıq, hər şey qaydasındadır. Daha əsas o idi ki, şüşə 3000 manat idi, böyük bir şüşə idi. Bu qalmışdı şüşə. Sonra dedim, siz kimsiniz? Dedi ki, mən buranın həmkarlar təşkilatının sədri. Yazıçılar təşkilatı. Adım da Tarkovski'dir. Tarkovski əvvəldən tanıyırdım. O Lenin poemasını tərcümə edib də, Rəsul Rıza'nın Lenin poemasını Rus dilində tərcümə edib. Və sonra mən Barto öləndə, Barto ilə Rəsul Rıza bir gün öldülər. Aprelin 1-də, 1981-də. Mən gəldim, baş sağlığı verdim onlara, getdim Moskvaya. Getdim, tərcüməçini evdə tapmadım. Getdim təzədən yaradıcı devinə. İçəri girəndə gördüm ki, Tarkovski oturur. Qardı da, aprel ayıdır, amma qar çoxdur. Demək, bir tərəfini təmizləyib və qarında oturub, bir tərəfində də bir qadın oturub. Gəldim, dedim Arsen Neyeviç, atasının adı yadımdan çıxıb. Bəs tanımadınız mı? Dedi ki, belə baxdım, dedi ki, yox, kimsən? Dedim, Zahid Xəlil. Dedi, hansı? Dedim, bu şüşəni sındıran. Şüşələr, necəsən, nə var, nə yox, nə yaxşı gəlmişsən? Dedim, belə, bəs bir gün də Rəsul Rıza öldü. Dedim, sus. Dedim, nədir? Dedi, o arvad mənim arvadımdır. O Rəsul Rıza'nı sevirdi. Çox yaxşıdır, sevir. O eşitməsin, ürəyi də xəstədir. Şey var. Neyse, ondan sonra da belə danış olduq. Çox maraqlı adamdır. Salam əziz izləyicilər, bizimkilər proqramında xoş gördük. Bugünkü qonağımız yazıcı, filologiya elmləri doktoru, professor Zahid Xəlildir. İnanıram ki, söhbətimiz maraqlı olacaq. Bizimlə baş-başa qalın.
Salam, xoş gördük Zahid müəllim. Hoş Necəsiz? geldiniz, hoş geldiniz. Görüşmüşük. Hoş geldiniz. Günləriniz necə keçir? İndi əsasən evdə olursunuz da. Esasen evde oluruz elbette. Pandemiyanın korkusundan kaçıp gizlenmişik. Şimdi inşallah herden bir çıkıram şöyle gezirəm edirəm, üniversiteye gedirəm. Yoldaşlarla görüşürəm. Herden televizyada görüş salonunda gedirəm. Elə. Siz ne dersiniz? Şükür Allah'a yaxşı olasınız. Bu pandemiya yenə hamımıza Evet. onsuz da təsir eləyib, Evet. necə deyərlər. Hamının əl-ayağını yığıb. Evet. Və siz demək yarım əsrdən artıq fəaliyyətinizin demək olar əsasən elə bağlı olduğu yer Azərbaycan Dövlət Pedaqoji Universiteti olub. O Evet. vaxt Lenin adına bir vaxtlar Pedaqoji İnstitutuydu. Baş Pedaqoji İnstitutuydu. Evet. O zaman 3 pedaqoji yönümlü institut var idi. Evet. Əsas birinci yerdə sizin çalışdığınız institutuydu. Evet. Yəni taleyinizdə də bu institutun mən belə başa düşürəm ki, xüsusi bir yeri var. Elbette. Elbette üniversite, böyle de üniversite de herhalde burada alimlerin çalıştığı yerde daha çok diye ki elimle meşgul olacağım. Üniversitede yani yaşadık, işledik ve nihayet qocaldıq. İndi əlbəttə bu qocalığı yaxın qoymaq, heç kəs qocalığı yaxın qoymaq istəmir. Amma hərdən oturub fikirləşirəm, görürüm ki, yoxdur, indi müəyyən qədər yaşamışıq. Və indi bundan sonra da nə qədər yaşayacağıq inşallah. Onu Allah bilir yəni ki. İnşallah. Sən düz 80 yaşın içindəsiniz. Bəli, 79 ilə 80-in düz ortasındasınız. siz ortasında. Ay son. Allah ömür versin. Tabii bir şey qalmayıb 80. Martın 20'sinde 80 olacaq inşallah. İnşallah. Siz deməli Novruzda doğulmusunuz və hətta adınızı da Novruz qoymaq istəyiblər. Rəhmətli atanız. Amma sonra atam dedi ki, atam bu Nizami Gəncəvin əsərlərini çox sevirdi. Deməli, o Şərpişəsən kişinin dastanında Zahid adlı kişi var. Evet. O Şərpişəsən kişinin adı Zahiddir. O çox ədalətli filan. Onun çox sözü xoşuna gəldi. Dedi, yox, oğlumu elə Zahid qoyacağım. O kişinin adı ilə. Yəni elə deyib də mənə dedilər ki, bəs belə atan sənin adını Zahid qoydu. Siz evdə neçə uşaq olmusunuz? Biz evdə 4 uşaq idik. 2 qardaş, 2 bacı idi. Böyükləri mən idim. Mən sonra gəldim, deməli, jurnalistikaya girdim. Universitetin jurnalistika fakültəsinə. Əlbəttə, çox çətinliklə girdim. O vaxt jurnalistikaya girmək, indi misal üçün tibb universitetinə girmək qədər çətin idi. Halbuki mən riyaziyyatı çox yaxşı bilirdim və riyaziyyatı da girmək su içmək kimi asan idi. Yəni bilsən, uşağın həmişə başının üstündə nəsə bir yol göstərəni olmalıdır. Yəni o da o zaman olur ki, o səndən savadlı olur. İndi bizim atamız da, anamız da elə sən deyən savadlı olmayıb, baxmayaraq ki, o nizamidən onu işləyirlər. Məsələn, mənim atam Aşıq Ələsgəri, Tufarqanlı Abbası, sonra o dövründə Aşıq Şenliyi, bunları çox belə sevirdi, onlar haqqında danışır və onların şeirlərinin çoxunu əzbər bilirdi. Bəlkə də mənim ədəbiyyata marağımın artmağında atamın çox böyük rolu. Siz təsəvvür edin ki, Koroğlu dastanı, Allah Məhəmməd Hüseyin Təhması və rəhmət eləsin, Koroğlu dastanını roman kimi şey edib, özü düzəldirdi, qəşəng yazıb da onu. Və o dastanı mən hər gecə evimizdə oxuyurdum, özdə qonşular da yığışırdı. Hamı bilirdi ki, məsələn, saat axşam yeməyi yeyiləndən sonra yığışırdılar bizə. Mən hər gün o dastanın bir qolunu oxuyurdum. Bu da 17 qoldan ibarətdir. Da 17 gündən sonra dastan qutarırdı. Sonra təzədən bir də başlayırdım. Və insanlar heç oradan əl çəkmirdilər. Və ona görə də indi mən bu təzə kitab yazmışam da, deməli, bu kitabı deyirəm, Dəmir Yumruq dastanı. Deməli, bu dastan janrındadır. Və bunun əslində bir gün mən dastan janrında bu belə mənim üçün yazılmağı çox rahat oldu. Mən bunun səbəbini elə o dastanda görürüm. Koroğlu dastanını ki, hər gecə oxuyurdum, onun intonasiyasını götürmüşdüm. Onun, nə bilim, o dastan leksikasıdır, dastan nitqidir. Bax, bütün bunların hamısını götürmüşəm. Ona görə də mənə çox bu dastanı yazmaq
çox asan gəldi. Siz uşaqlıqdan bu dastan dünyasının içindəsiniz də, ona Evet. görə də Və mən sana deyim ki, dastan, yəni xalq ədəbiyyatı. bəli, Bütün ədəbiyyatlardan ən zəngini odur. ağız ədəbiyyatı. Bütün dünyada, elə o cümlədən də bizdə indi mənə elə gəlir ki, alimlər deyirlər ki, məsələn, şərqdə ağız ədəbiyyatı daha zəngindir. Bəli. Amma ola bilməz ki, məsələn, başqa xalqlarda da olmasın, yəqin başqa xalqlarda da var və bu ağız ədəbiyyatı, mən indi hərdən Nizamini oxuyanda görürəm ki, Nizami Gəncəvinin əsərlərinin bəlkə də 50% xalq ədəbiyyatı. Demək, tədqiqatçılar həmin arası yazır ki, Allah rəhmət etsin. demək, Nizami Gəncəvinin iki cənə mənbəyi var idi. Bir Firdovsinin Şahnamə əsəri idi, mövzular oradan götürüldü, bir də xalq ədəbiyyatı. Və xalq ədəbiyyatı, onun o kiçik süjet əsərləri yox idi. Onun hamısı xalq ədəbiyyatından, xalqdan gələn mövzular. Əslində doğru, dürüst şeydir də, yanaşmadır. Bəli. Doğrudan. Ona görə də xalq ədəbiyyatı, məsələn, mənim üçün çox doğmadır, çox əzizdir və şeirlərimdə də çalışıram ki, ondan daha çox istifadə edeyim. Zahid müəllim, siz yaradıcılığa hələ 16 yaşında şeirlə başlamışsınız. Daha doğrusu yəqin 16 yaşından əvvəl yazmışsınız, amma çap olduğunuz ilk şeir Bəli. 1958-ci il Rayon qəzetində də Rayon var. qəzetiydi, hə, Yeni Yevlax Özü vətənim vətənim şeiri. şeiridir, düzdür, vətənim şeiriydi. Əlbəttə, mən indi onu, bəzən görürsən, tədqiqatçılar yazır ki, onun ilk şeiri vətənim şeiridir. Mən indi onu qəbul eləmirəm, bilirsiniz, çünki o İlk mətbu şeiri. ilk mətbu şeiridir, amma əslində Siz ondan əvvəl təbii ki yazmışsınız, neçə şeir ondan yazmışsınız. əvvəl də yazmışam, amma onun özü də təkcə o deyildi. O Yeni Yevlax qəzetində başqa Füzuliyə həsr etdiyim şeir var idi, başqa şeirlər də, yəni o illərdə yazmışdım. Onda da Füzuli yubiley vaxtı idi. Ay sağ ol, Füzulinin yubileyi var. 400 illiyini keçirirdilər, vəfatının 400 illiyi. Ay sağ ol, bax həmən illər idi ki, mən Füzuli haqqında da şeir yazmışdım. Amma Bakıya gələndən sonra universitet həyatı başladı. Biz xüsusilə dərnəklər var idi kitabxanaların nəzdində, Lenin adına kitabxananın, sahibi kitabxanasının nəzdində dərnəklər var idi. Və bu yeni, bax indi büyünün görkəmli yazıçıları da artıq xalq şairləridir, xalq yazıçılarıdır. Onlar həmin dərnəklərdə birləşirdilər. Körpə uşaqlar idik, gəlirdik, bir-birimizə şeirlər oxuyurduq. Və mən onu əslində özüm üçün bir universitet hesab edirəm. Əlbəttə. O illərdə mənim yadımdadır ki, məsələn, bir-birimizdə qorxurduq şeir oxumağa ki, deyən kim olsa da oradan tapanca kim açılırdı ki, o söz düz deyil, bu yerində deyil, ondan mən xalq belə deməyib filan. Yəni, əsl universitet idi orada, əsl deməli, laboratoriya idi. Yəni, yaxşı mənada çəkişmə var idi, Bax, onda, bəstləşmə var idi. deməli, onda mən, deməli, ilk şeirimi yazdım. İlk şeirim, yəni, ilk daha mətbu şeir yox, mən belə bütün kitablarıma sevə-sevə saldığım çəmən şeiri var. Bizim baxçamızda bir çəmən düşüyor. Sürüşüb baharın çiynindən düşüyor. Gündüzlər nə qədər quzu var orada, xırpa-xırpa otlayır quzular orada. Səhərlər çəməndə şeyh var, inci var, şeyhlər quzuların gözü təhparlar. Düzü başdan başa tərifdir çəmən, quzu tiki kimi zərifdir çəmən. Gəlin siz də görün çəmən zarımı, amma incitməyin quzularımı. Bizim baxçamızda bir çəmən düşüyor. Sürüşüb baharın çiynindən düşüyor. Mən bunu ilk şeirim hesab edirəm. Amma hələ ki, heç kəs mənə qulaq asmır. Hələ hamısı, bütün yazanlar yazırlar ki, bəs onun ilk şeiri vətənim şeiri. Qoy yazsınlar evə. Siz onda universitetə qəbul olmuşdunuz bu şeiri yazanda. Universitet illəri idi də. Birinci kursdaydınız. Birinci ya ikinci kurs. Və mən sizə deyim, orada Allah rəhmət eləsin, Cəmil Əlibəyov var. Allah rəhmət etsin. Azərbaycan Gəncləri Qəzetinin redaktı idi. O dövrdə elə başlamışdı Azərbaycan Bizə də Gəncləri. dərs deyirdi. Belə adımız bilirdi. Jurnalistikadan. Jurnalistikada. Bir dəfə oturmuşam Sabir bağında. Bu gəldi, keçdi, belə mənə baxdı. Dedi ki, Zahid, mən bilirəm ki, sən şeir yazırsan. Dedim, hə. Dedi, mənə bir payız şeiri lazımdır. Payız? Payız. Sən yazıb gətirərsən, onu dedim ki, hə, Cəmil. Dedi, yaxşı olsa çap eləyəcəm. Dedim, yaxşı. Getdim, o payız şeirini yazdım. O bəlkə də mənim ikinci şeirim idi artıq. Deməli, o şeir belə idi. Keçib neçə kənddən, şəhərdən gəlib, payız düz bir illik səfərdən gəlib. Gəlib toyunu etsin neçə oğlanın, qızın, ağaçlar şabaş döküyor yollarına payızı.
Meyvələrin üzünə toxunur dodaqları, həyasından qızarır almanın yanaqları. Keçim Şirkətlər şəhərdən gəlib, faiz 101'lik səfərdən gəlib. Belə bu tipli bir şehir işmiş. Apardım, verdim zada Cəmil müəllimə. Cəmil müəllim dedi ki, sən get yine. Ben bir 3-4 gündən sonra gördüm ki, əllərdə Gənclər qəzeti görürəm. Tələbələrin? Tələbələr sonra küçədən bir qadın keçirdi. Gördüm əlində Gənclər qəzetilər. Amma o Gənclər qəzeti həmişə ikindən deyil. Üstü belə qırmızı, zat, nəsə belə rəhlidir. Tez qaçdım, birini mən aldım. Açdım, gördüm birinci səhifədə böyük bir çınar ağacıdır. Bir oğlanla bir qız belə əllərini tutublar, çiçəğini güya yarpağı tutacaqlar və ortada mənim şeirimi veriblər. Səfərdən gəlib şeiri. Gözəl. Və bunun ayrı cadı var. Mən indi o insanları xatırlayıram. Deməli, günlərin birində qanarar aldım Azərbaycan Gəncləri Qəzetəsindən 50 manat. O vaxt 50 manat vermirdilər, o vaxt az idi qanarar. Bu 5 manat olmalıydı, bu 50, dedim sən bunu səhv eləyiblər. Getdim Cəmil müəllimin yanına, dedim ki, Cəmil müəllim, mənə səhvən 50 manat veriblər, indi bu xaltırı sonra dəmləyərsin, bu 50 manat deyil, bu 5 manat deyil. Dedi, yox, elə 50'dir. Get özünə bir ayaqqabı al. Sonra mən gördüm ki, ayaqqabım yaxşı qaydasında deyil. Yəni bizim müəllimlərimiz də belə bu cür humanist müəllimlər, gözəl humanist müəllimlərimiz çox olub. Məsələn, mən tutaq ki... Ümumiyyətlə, sözünüz bağla kəsim. Həyatda bilirəm, sizin xeyirxahlarınız, elə deyək də, bilmirəm nə dərəcədə tam yerinə düşər söz. Amma həyat elə gətirib ki, onlar bir növ əməlləri ilə, hərəkətləri ilə sizə xeyirxahlıq eləmiş olublar. Bəli. Belə nümunələr çoxdur, mən biləm. Mən çoxdur. Deməli... Kitablarınızın taleyi ilə də bağlıdır. Ümumiyyətlə, mən biraz xoşbaxt adam. Taleyimə həmişə çox zaman yaxşı adamlar çıxır. Pis adamlar da yaxşıya çevrilir sonra. Məsələn, bütün ömrüm boyu, indi bax, görürsünüz, mənim bu qədər kitablarım çap olunur. İndi yazıcı kitab çap elətdirə bilmir, amma mənim kitablarımı nəşriyyatlar özləri çap edirlər, sağ olsun. Bugünkü gündə nə? Bugünkü gündə. Xaricdə, məsələn, Türkiyədə bax, o kitablar, o 3 dənə kitab Türkiyədə çap olunub. Məsələn, bir qəpik söhbəti yoxdur, yəni heç şey. Düzdür, qanarar da almırıq, amma hər halda, yəni, bunlar hamısı mənim oğluma, taleyimə çıxan gözəl insanlardır. Mən misal üçün bir epizod danışım. Mən demək Azərbaycan televiziyasında veriliş aparıb, mənə tapşırdılar ki, gəl, deməli, sizin sevimli yarışlarınız verilişini sən apar. O vaxt Tofiq Mahmud aparırdı. Bu neçənci ilin söhbətidir? Bu 73-cü ildir. Çünki ondan biraz sonra artıq mənim yadımdadır sizin verilişləriniz. 73-cü ildə mən elmlər namizədi müdafiə elədim. Mən dəvət edilər televiziyaya, Tofiq Mahmud rəhmətli özü. Allah rəhmət etsin. Dedi ki... O aparırdı, elə mi ondan? O veriliş aparırdı, ondan qabaqda Mikail Zəbzadə aparırdı. Deməli, gəldik, bu Mikail Zəbzadəyə həsr olmuş verilişdir. Özdə birbaşa verilişdə, yazıb təzdən... O dövrdə canlı efir idi də. Canlı efir idi. Tofiq Mahmud dedi ki, canlı efirdir, sən çalış ki, çaşma filan. Sonra gəldi Tofiq Mahmud məni təqdim eləyəndə, dedi ki, bəs indi də sözü verirəm filologiya elmləri namizədi, nəm doçent, nəm filan, beşməkan, gözəl insan. Gördüm, yox, bu artıq mətləbdən çox uzaqlaşdı. Başa düşdüm ki, adım yadından çıxdı. Dedim ki, Zahid Xəlil. Dedi, ay sayırım ki, çox sevindi. Dedi ki, bəs Zahid Xəlilə söz veririk. Nəysə, veriliş getdi, qutardı. Mən də biraz sərbəst danışırdım. Mikail Zəbzadəni mən çox sevirdim. Özdə onlar çoxlu gözəl insan idi. Çoxlu yazılar, zadlar yazmışdı. Rahat idi mənim üçün danışmaq. Sonra o zaman televiziyanın sədri demək deyib ki, bu oğlan görməyə şəxsləri. Qurban Yusufzadə idi də. Yox, yox, ondan qabaq şeydi, adı təəssüf yadımdan çıxdı. Bu indiki demək kinostudiyanın Elşad Quliyev. Elşad Quliyev. Elşad Quliyev. Elşad Quliyev özü çağırıb Kamran İbrahimov yanına deyib ki, oğlana veriliş verir. Elə bu zamanda demək Tofiq Mahmudu vəzifəyə qoydular. Göyərçin jurnalına redaktor getdi. Onda Məsul Katib idi, redaktor işləri zadı çox oldu. Elə o getdi, mən də gəldim onun yerinə.
Və mən nəyi demək istəyirəm burada? Mən ilk verilişlərimi Mircəlal'la birlikdə aparmışam. Mircəlal müəllimi özüm seçdim. Mən zəng elədim Mircəlal müəllimə ki, niyə görə? Ümumiyyətlə, üzrsən, bir şərt var idi ki, qoşu aparasınız, ya necə? Yox, heç bir şərt yox. Siz özünüz elə istədiniz. Mən özüm əvvəlcə belə şey kimi də, belə indi siz məni çağırmışsınız, elə çağırmışdım. Niyə Mircəlal müəllimlə aparırdım? Mircəlal müəllim o vaxt çox tanınmış adam idi, çox hörmətli idi. Və mən qorxurdum ki, axı mən ədəbiyyatın qədim tarixinin büyüyünə qədər aparıram da. İndi burada müəyyən səhvlər eləyə bilərəm, tarix səhv eləyə bilərəm, ad səhv eləyə bilərəm. Çox səhvlər eləmək olar, bu ədəbiyyatın tarixidir. O vaxt indiki kimi deyil, indi televiziyada nə istəyirsən, get danış. O vaxt belə deyil, sən bir dənə faktı elə bir balaca səhv deyəsən, demək yerinə yesinə eləyərdi aradan. Ona görə də mən özümə sökək yeri də. Hə də. Biz elə oldu ki, Mircəlal müəllimlə düz bir il apardıq verilişi. Və bir ildən sonra dedi, bala, daha sən sərbəst apara bilərsən, qorxma. Ondan sonra deməli, mən özüm apardım. Bir dəfə başımıza bir iş gəldi. Demək, Sabirə veriliş əsirləmişik, Ələkbər Sabirə. Uşaqlar da hazırlaşırlar, hamısı qəşəng hazırlaşırlar, şeir deyirlər filan. Şeiri dedilər, mahnı oxundu filan oldu. Mənim də bir arjigülüm vardı, həmişə Mircəlal müəllim gedib evdən götürüb gətirdim. Sonra da aparırdım, düz evə təhvil verirdim. Qalib gəlirdi, yaşlı kişi idi. Gəldik, maşına oturanda gördüm Mircəlal müəllimin qaşqabaqlıdır. Qanı birdən qaraldı. Alimlər evindən də o. Alimlər evində. O Bəhram Gürün heykəlinin yanında. 3-cü mərtəbə idi, nə idi, indi yadımdan çıxdı. Dedi ki, dedim, biraz belə baxdım, gördüm sənin Mircəlal müəllim qanı qarardı. Dedim, Mircəlal, necəsiz? Belə. Dedim, bir şey olub. Dedi, hə, olub. Dedim, nə olub Mircəlal müəllim? Dedi ki, sənə bir sualım var. Deyə görüm, Ələkbər Sabir Uşaq və Buz şeirini hansı janrda yazır? Dedim, heca vəznində. 4-ə gedən bir uşaq, dərsə gedən, belə sayıram, bir uşaq. Dedi ki, bir onu gör, əruz vəznində oxuya bilərsə, dərsə gedən bir uşaq çıxdı buz üstə, qoşa sürüşdü birdən belə, dəydi üstə, gördüm, bu Sərib əhlindədir. Dedim ki, bu əruz vəznindədir. Mircəlal müəllim, dedim, sonra uşaqlara niyə öyrətməmişdiniz? Demək, uşaqlar səhv deyib, bu da orada onun üzə vurub yürür, təzədən düzəltmək mümkün deyil. Yəni, bax, belə bizim epizodlarımız olurdu. Allah rəhmət eləsin, gözəl insan. Yəni, o da bir mənim tariximdə, həyatımda belə çox gözəl. Məsələn, mən universitetə girəndə bilirəm ki, orada da bir adamın xeyirxahlığı oldu. Mən tarixdən heç nə bilmirdim. Mən sonra öyrəndim, mən sonra başa düşdüm. Bəs nəyə ümidliydiniz, gəlmişdiniz jurnalistikaya? Yox, gecə gündüz oxuyurdum da. Demək, Yevlaxdan tarix imtahanına gəlirəm də, bütün özdə hamısından 5 almışam. Tarixdən gedib 3 alsam girəcəm. Axırıncı imtahanı idi. Axırıncı imtahanı. Demək, gəlirəm, yolda bir kişi ilə gəlirəm, ümumi vaqonda. Kişi soruşdu ki, bala, yatası deyilik. O bakavoy yer var da. İşimiz belə oturub söylədim. Nəyə gedirsən? Dedim, belə də imtahanı gedirəm, gedib kəsilib gələcəm. Dedi, niyə? Dedim, bilmirəm da, tarixi bilmirəm. Nə qədər oxuyuram. Müəllimimiz bir ədəbaz adam idi, ədəbaz müəllimi idi. Heç nə verirəm. Özlü deyildim, mən tarixi hər şeydən yaxşı bilirəm. Amma maraq yaratmamış da bizdə. Neysə, bu kişi müharibə iştirakçısı idi. Bu, Böyük Vətən müharibəsində Sovet qoşunlarının qələbəsinin sirlərindən danışdı mənə. Dedi ki, bax, bala, Sovet dövlətinin ərazisi çox böyük idi. Biz manevrlər eləyirdik, qaçırdıq düşmənin qabağından qəsdən. Onlar bizi qovsunlar. Sonra arxa cəbhə ilə gəlib onların əlaqəsi kəsildi, onlar məğlub olub, məcbur oldu ki, məğlub olsunlar da. Belə-belə sözlər danışırdı mənə. Demək, Qatardan düşüb gəlmişəm universitetə, imtahanı çəkdim. O zaman 3 dənə sual idi. Bir sual nə idi, ümumi söz idi, belə danışdım. Nə qədər danışdım bilmirəm, müəllim xoşuna gəldi kəlmədən. Elə Allah rəhmət eləsin, adı Yusif müəllim idi, professor idi.
Yusufov. O da deməli belə oturub, gözünü dikib tavana. Nə üzündə bir reaksiya var ki, görün mən düz danışıram, səhv danışıram. Ağzıma gələn danışdım, qurtardım. Gəldim sualım. Sual da Böyük Vətən müharibəsi ilə Sualımın da biri axırıncı sualımdır. Böyük Vətən müharibəsində qələbə çalmağımızın səbəbləri. Bu kişinin dedikləri gecə keçmisiniz. Bu kişinin dedikləri kitablarda yoxdur axı. Amma siz bu Kitablarda gecə başqa şey öyrənmişsiniz. yazdım. Mən başladım bu kişinin dediklərini, necə deyibsə, hamısını yaddaşıma yazmışdım. Hamısını dedim, bu kişi belə baxır. Qayıtdı ki, oğul, bir sual da verəcəm, bilsən, sənin qiymətin 5'dir. Dedim, niyə mən 4'ə düşürəm? Dedi, hə, dedim, mən 4'üm yaz gedir. Dedi, yox. Bir də nə sual verdi, nə sonra deyəcəm, bir cavab verdim, 5 aldım mən tarixdə. Halbuki mən tarixi həqiqətən verirəm. Amma mən sonra həqiqətən tarixi öyrəndim və elə indi məsələn tarixçilər qədər bəlkə də tarixçilər. Sonradan təsadüfən o kişiyə rastlaşmadınız. Yox, heç o kişidən o. Amma rəhmət oxuyursunuz da ona. Biz əlbəttə bizim əslində bu da bir mədəniyyətdir. Bizdə o yoxdur ki, ay sən ondan görüşmüsən, bax bu görürsən gözəl insandır da bu. Siz ümumiyyətlə bu bölgü ilə razısınız. Uşaq yazısı, sanki belə çıxır ki, böyük yazısı başqadır, uşaq yazısı. Uşaq ədəbiyyatı anlayışı hesab edirəm ki, məqbuldur. Amma uşaq yazısı bu nə deməkdir? Bu təyin doğru deyil məncə. Şərtidir də bu xəbər, bu bölgü şərtidir. Yəni uşaq ədəbiyyatı, yəni uşaqların başa düşəcəyi bir dildə yazılan ədəbiyyat. Bəzən çox zaman uşaqların həyatından yazılan, uşaqların anlaq səviyyəsinə uyğun gələn yazılar, bunlara biz uşaq ədəbiyyatı deyirik. Və burada əsas məsələ o yazıçının pedaqoq olmağıdır. O nəyi verir, nəyi verməlidir, nəyi verilməli deyil. O Belinskinin bir sözü var, deyir ki, yazıcı olmaq üçün bir istedad lazımdır. Uşaq yazıcısı olmaq üçün 2 istedad lazımdır. Bir yazıcılıq istedadı, bir də müəllimlik istedadı, pedaqoqluq istedadı. Bizdə düzdür, biraz uşaq ədəbiyyatına varmaq arası bəzən baxırlar. Amma məsələn, tutaq ki, Rusiyada belə deyil. Dünyanın hansı, mesela Hans Christian Andersen hakkında heç kəs demir bu uşaq yazdı. Hamı deyir ki, böyük filosof. Çünki onun nağıllarında böyük fəlsəfi fikirlər var. Və yəni ona qiymət verən adamın özündən də çox şey asılır. Şübhəsiz. Belə Jules Verne, Mark Twain uşaq yazıcı saymırlar. Bəli. Yazıcıdır da, siz demiş. Özden Mark Twain de Jules Verne'de bütün dünya seviyesinde qəbul olunan yazıcıdır. Mark Twain çok büyük. Çok büyük yazıcıdır. Çok büyük yazıcıdır. Onda uşaq obrazları var, amma o uşaq obrazları da çox ciddi cəmiyyəti, çox ciddi problemlərlə toxunurlar. Elə olmalıdır. Eləsində uşaq ədəbiyyatı da elə ancaq güldən çiçəkdən yazmamalıdır. O cəmiyyətin ciddi problemlərlə toxunmalıdır. Bəzən biz çox qorxuruq heç ciddi problemlərlə toxunmaqdan. Bax bu, məndə misal üçün burada Kralın Kreslosunda, elə Kralın Kreslosunda bir hikayə var. Məsələn, o hikayə mən elə hesab edirəm, mənim fikrim, o hikayə çox ciddi məsələlərə toxunur. Çox ciddi problem olur. Uşaqlar üçün də deyil şəxsində var. Yəni indi... Yəni siz onu çərçivələməmsiniz də ki, uşaqların sanki bu qavrayışından, dünyasından biraz kənardadır, qəbul edə bilməzlər, onu anlaya bilməzlər. Əslində bəzən mən düzü, bax bu hekayələrimi, şeirlər uşaqlar üçündür. Amma bu hekayələri oxuyuram, mən özümə deyirəm ki, mən uşaq yazısız da deyiləm. Çünki bunların çoxunda o uşaqların daha çox uşaq ədəbiyyatında nə bilim mən çiçəkdən, böcəkdən filandan da belə şeylər də. Amma burada bəzən çox, məsələn, tutaq ki, dünyada özü ilə aparmaq istəyən Bəşir. Bunun uşağı nə dəxli var? Ya Kralın Kreslosu, ya orada Göycə adında, ya çoxdur yəni hekayələr. Yəni bunların uşaq ədəbiyyatına əslində... Yəni bəşəri problemlərə toxunmuşsunuz da, bu öylər də əhatə edir, yalnız uşaqların maraq dairəsinə uyğun deyil ki. Çalışmışam ki, elə olsun. Mənim ən çox oxuduğum elə bayaq siz dediyiniz adamlardır. Charles Perrault'dur, Can Diradarı'dır, Hans Christian Andersen'dir, Astrid Lindgren'dir. Bunlar mənim çox sevdiyim yazıçılardır. Və onlar da, məsələn, məndən başqa qalan onların hamısı dünyanın nəhəng yazıçılarıdır. Yəni o dünyanın başqa ölkələrində də onları elə
Nəyin kimi qəbul edilir? Uşaq yazısı kimi yox, böyük yazısı kimi qəbul edilir. İndi siz bəlkə elə biraz yəni yaxşı mənada elə təvazökarlıq elədiniz, yaxşıdır ki, bu elə deyirsiniz. Amma ən azından sizi keçmiş ittifaq miqyasında tanıyırdılar və çap olunurdunuz. Azərbaycandan sabah, yəni kənar yerdə də sizi bilirdilər, tanıyırdılar, əsərlərinizi oxuyurdular. Demək olar, SSR xalqlarının rus dilindən savayı o biri dillərə də tərcümə olunmuşdur. SSR xalqlarının hamısına tərcümə olunur əsərlərinin. Ukraynada da çıxıb, Belarusiyada da. Ukraynada, Belarusiyada. Bax bu kitabım, demək 85-də çıxıbdır. Biz də bir balaca verək, baxaq, görürsən. Görürsən, bax, bu rənk-bərənk. Hətta yazılar da rənk-bərənk. Amma görürsən, qırmızı ilə bir baxaq. Bu, keçmiş SSR-də, demək, 1985-ci il üzrə ilin ən yaxşı kitabı elan olundu. Bu SSR üzrə ilin ən yaxşı kitabı, bu çox böyük mükafat. Əlbəttə. Məsələn, bir respublikada deyil, bu bütün 15 respublikanın içində. Elə bir indiki miqyasda götürəndə Avropa üzrə seçilir. Elə götürək. Elə bir qəbul olundu. Ona görə də, məsələn, buradakı əsərlər elə o dillərin hamısına tərcümə olundu. Tərcümə olundu və elə o vaxtda buna çox böyük. Bu, demək, bu da çox maraqlıdır ki, demək, bu kitab qoyublar, bu çıxmışdı beynəlxalq yarmarkaya, kitab sərgisinə. Gəldim ki... Haradaydı o yarmarka? Moskvada, Veneykada. Deməli, gəldim ki, mənim kitabımı qoyublar, bax, burada, laf aşağıda, bax, burada da əvvəl bir müsəlman sayağı istədim ki, bir haykü salam ki, mənim kitabım orada niyə aşağıdadır. Sonra baxdım, mənim bölümdə hamısı müasir, demək, yazıcılardır, belə altdan düzüklər. Bundan yuxarıda klassiklərdir, belə gedir. Daha dedim, yoxdur da. Demək, belə dayanmışıq o şeydə. Demək, uşaq ədəbiyyatının seksiyası ayrıdır. Ayrı-ayrıdır da. Cəmaat da gəlir, gəzir, xarici ölkələrdən gələnlər çoxdur. Gəlib, baxırlar, müqavilə bağlayırlar, falan edirlər. Birdən bir səs-küy yayıldı ki, geri çəkilin, sakit dayanın, komissiya gəlir. Baxdım ki, uzaqdan 2 nəfər gəlir. O 2 nəfər bizə çatana qədər yavaş-yavaş gəlirdilər. Bu nəşriyyatın direktoru Tatyana Mixaylovna yürüdü, gəldi mənim kitabımı, götürdü yerdən, belə dalında gizlətdi. Belə uşaq oyununa oxşuyur. Mən də, onda da mən bu açıqıyım, -15 idi. Mən buradan sonra səni tanımırdım, o qədər pis görürdüm, indi maşallah yaxşı görürdüm. Dedim, onu gördüm də, mənim kitabımı tanıyıram, gəldim, gördüm, yeri boşdu. Gördüm, bu arvad bu kitab arxasında getdi bu gələn adamlara tərəf, yolda bunları qarşıladı və başladı danışmağa ki, bəs biz filan iş görmüşük, beləmişik filan. Sonra qayıtdı ki, vaş çırtdan toj izləyəs, Heydər Əliyeviç. Səndə və bunun biri Heydər Əliyevdir, biri də Yakovlevdir də, Mərkəz Komitənin çatırında, Nazirlər Kabinetinin birinci mavini idi. Belə göstərdi buna, bu Heydər Əliyev götürdü, belə vərəqlədi, qayıtdı. Dedi ki, bəs avtor toj izləyiz. Dedi, bəs priqlasit, pожалуйста. Aralıyıq biraz, mən onu işitdim. Gördüm, arvatı yüre-yüre gəlir. Ha, mənə belə eləyir, görmürəm. Yüre-yüre gəldi, səni çağırıb, gəldi, Heydər Əliyev çağırıb, gəldi, görüşdü. Dedi ki, bəs sən tək gəlmişsən. Dedim ki, bəli, təkcə məni çağırıb, bu kitabım düşüb belə olub, o birinci yer tutdu falan. Dedi, hə, çox yaxşı, təbrik edirəm. Yəni, belə bir şey də oldu bizim aramızda. Biz orada görüşdük. Bunlar hamısı təsadüf şeylərdir. Burada o kitab yoxdur. Mənim bir kitabım var, Detska literatur Azərbaycan, o elmi kitabdır. Moskvada çap olunur. Onları sifarişi ilə. Bunlar məndən müqavilə bağlamışlar ki, 15 çap listi həcmində, 15 yox, 12 çap listi həcmində kitab yaza bilərsən, dedim yazarım. Yazdım. Yazdım, amma bu çıxdı 15 çap listi həcmində. 3 çap listi çox oldu. Getdim nəşriyyata, gördüm ki, o mənə sifariş edən qadın durur, amma nəşriyyatda hamını çıxardıblar işdən. Təzə rektor gəlib, həmən Tatyana Mixaylovna gəlib, hamısını çıxardıb, yerinə təzə adamlar gəlib, heç kəs məni tanımır. Bizə bu qadın getdim ki, bəs
gəlmişəm mən. Dedi, gəlmişsən, yaxşı eləmsən, amma direktoru çıxardıblar. Belə baxdı, işte bu dedi 15 list ki, 12'ye biz müqavilə bağlamışdıq. Dedim, əşkən 3 list eləyin də nə olar? Dedi, yox, nə danışsan, iş. Məni bu saat işdən çıxardarlar. Dedim, ki, mən gedim direktorun, dedi, getmə. Heç kəsi qəbul eləmir. Dedim, ki, qəbul eləmir də. Gedim görüm, deyirəm, mənim taleyimdə də var, nəsə, nə isə var. Deməli, Bəxtli yeyinlik, hə? Cəsarətlə getdim, belə takka-tak getdim, heç kəs axı, təzə direktordan qorxdan şöyle çıxırlar sakitcə, takka-tak sala-sala getdim. Mən heç ora çatmamış, katibə çıxdı ki, bu kim də belə gəlir? Məni qarşıladı, dedi ki, dedim ki, bəs Tatyan Mixaylovun ziz? Dedi ki, da. Dedim, bəs deyin ki, bəs Azərbaycandan Zahid Xəlil gəlir. Da kimdir, nəçidir, nə üçün gəldi mən? Bu içəri girməyindən çölə çıxmağa bir oldu. Tatyan Mixaylov da bununla bərabər. Çıxdı, məndən 2:50 belə görüşdü. Apardı içəri. Stolun arxasında oturdu. Qıza dedi ki, çay gəlir. Çayzadda içdik, sonra soruşdu ki, bəs Qakim Südbami, dedim, bəs belə-belə, kitab yazmışam. Dedi ki, orada nə problem var? Elə orada arvad özü kağız verdi, diktavat elədi, ərzəni. Yazdım və 3 çap üstü artladı. Və o saatda üstünü yazdı və 15 çap üstü çapı. O 3 çapı çıxdaş eləmədilər. Çıxdaş eləmədilər. Söhbət ondan getmir. Lap eləsinlər. O 3 çap üstündən işin olmayacaqdı. Amma iş odur ki, mənim baxtıma, bu deyir ki, heç kəs qəbul eləmir, amma məni qəşək çayla şöyle qəbul edir. Bax, belə insanlar mənim taleyimdə çox olur. Siz əmək fəaliyyətinə adi işdən başlamışsınız demək olar da, fəhləlikdən, amma sonra universitetin qəzetində işləmişsiniz. O dövrdə APİ-nin də, o dövrdə, indiki pedaqoji universitetin. APİ-nin redaktörüydüm. Jurnalistikada qiyabiyə keçmişdiniz oxumağa. Qiyabə oxuyurdum. Orada da başladınız işləməyə, elə mi? Gəldim, yox, işləmək, mən rayonda işlədim biraz, rayon qəzetində. Sonra gəldim Bakıya, Gənc Müəllim qəzetində işlədim. Mən sana deyim ki, çox yaxşı qəzet çıxardırdıq. Hətta o zaman Bakı şəhər sovetində qəzetlərin, monoqotrajkaların, çox tirajlı qəzetlərin bir belə iclasını keçirdilər. Orada mənduruzlar ayağa ki, sən bu qəzetdə necə eləyirsən ki, deməli, bu qəzetdən mənim xəbərim olmurdu. Uşaqlar çıxardırdı, özləri mətbəədən gətirirdi, paylayırdı. Onun bütün işləri uşaqlar görürdü. Tələbələr? Tələbələr. Pedaqoji institutunda. Pedaqoji institutunda. Mən məsələn onda bu işi elə təşkil eləmişdim və o çox yüksək səviyyədə çıxırdı. Balaca qəzetdir də, bunun palaz material vermək lazımdır, balaca materiallar verdim. Məsələn, Richter məqaləsini mən verirdim bu boyda. 3 səhifə indi bir də görürsən. Sərbəstlik var idi Zahidlərin o dövrdə. Valla mənə çox hörmət edirdilər. Yoxsa şərtlər daxilində bu material geçsin, o getməsin? Yox, o bütün işləri mənə söhbət gedir 60-cı illərin əvvəlindən, hə? Yox, 66-cı ildən, 66-dan 70-ə qədər. Sonra mən orada bizim bir... Hə, artıq ali təhsildə idiniz. Hə, bizim partiya təşkilatının katibi vardı, Mürsəl müəllim. Bir də ona dedi ki, mən məruzə yazmışam, bunu oxu, redaktör edər, jurnalist. Apardım, mən də dedim, düzəltmək olar, dedi olar. Apardım, mən də Allah rəhmət eləsin, yaxşı kişi idi. Bunu belə çernildən çıxartdı, bir şey qalmadı. Qalqana qoyadınız. Şiltiyi qalmadı, gətirdim, verdim. Kişi söz demədi. Bir neçə gündən sonra dedi ki, Zahid, səni özümə mavin götürmək istəyirəm. Məni özünə mavin götürdü. Maaşım da yaxşı oldu. İnstitut Partiya Təşkilat sədri idi. İnstitut Partiya, o birinci katib oldu, mən də ikinci katib. Sonra iş elə gəldi ki, onu deməli, Heydər Əliyev hakimiyyətə gələndə bir müddət o universitet rektorlarına, partkomlarına zadında etibar eləmədi. Onların mavinlərini çağırırdı. Mən də mavin kimi mən gedirdim oraya. Və belə. Siz uzun illər partiya bileti daşımışsınız. O dövrdə indi çox adam belə Komünist Partiyasının üzvü idi. Özü yazıçının, ali məktəb müəlliminin də kommunist olmadan işləmək olmur. Deyəcəkdim, bu qeyri-mümkün bir şey idi.
Amma Sovet hökuməti dağılanda təbii ki, partiyadan rahatca imtina elədiniz. Ya çətin ki, Daha işdir. hamı imtina elədi, yox, işte imtina elədi. Daha elinə gələ bilsən, orada ayrı məsələ var. Təkcə partiya söhbəti deyildi. Burada Azərbaycan xalqının müstəqilliyindən söhbət gedirdi. Ona görə də biz müstəqillik qazanmaq üçün o partiya biletindən imtina elədik. Yalnız müstəqilliyin xatirinə biz... Məsələn, tutaq ki, bax, mən indi bir gün düşünürəm, bu kitabı mən niyə yazdım görəsən? 40 ildə yazıram, mən bunu. Hə, o dastan olan deyilsin. Niyə yazdım? Deməli, o müstəqillik... Elə deyəcəkdir, bu müstəqilliklə yaşıt bir kitabdır da. Əlbəttə ki. 30 ildə deyirsiniz, bunu yazırsınız. Bəli, 30 ildə yazıram mən bunu. İndi o hamısı xalqın müstəqilliyi ilə bağlı. Müstəqillik çox böyük neymətdir. Əlbət. Ona görə də biz ondan imtina elədik o partiyadan. Sonra Yeni Azərbaycan Partiyası. İndi hərdən məndən soruşurlar ki, mən 91-lərdənəm. Mən ona toxunacaqdım, siz özünüz ürəyiniz düzdür, gəldiniz elə o mətləb üstə. Necə oldu bu proses, necə baş verdi? Qoşuldunuz? Demək, mən sizə bir şey deyim. Bu Heydər Əliyev həqiqətən mənim ürəyimə girmişdi. Elə indi də ürəyimdədir. Niyə? Yəni 70-ci illərdən siz tanıyırdınız da, ünsiyyətiniz var idi. Mən tanımırdım. Amma iclaslarda elə bir iştirak edirdiniz. Yox, hələ heç nə iclasda iştirak eləmişik, nə bir şey eləmişik. 69-cu ildə bu Mərkəzi Komitənin plenumu oldu. Heydər bilirsən, ölkədə tam hərcməşlik idi, məsəl deyim. Məsələn, mən universitetə gələndə bizim universitet 1500 adam götürürdü, qəbul birinci adam. 1500. Məsələn, Filologiya fakültəsinə 500 adam götürmək lazım idi. 500 uşaq abituriyent. İndi 25, 30, 50... Siz indiki Bakı dövləti nəzərdə tutursunuz, yox pedaqoji? Yox, mən özümüzü deyirəm, pedaqoji universitet. Halbuki biz 500, birinci kursa 500 uşaq götürürlər. 2-4, 2-5 alan uşaq girə bilmirdi. Tapşırıq o qədər çox idi, hərcməşlik o qədər çox idi. Və bu daxilən, mən cavan adamam da, daxilən məni sarsıldı ki, bu bir iş olmaz axı, qayda yaratmaq lazımlar. Və bu zaman Heydər Əliyev gəldi hakimiyyətə. Və Heydər Əliyev, deməli, gecə, mən eşitdim ki, gecə plenum olubdu. 69-cu iyul ayında. Bəli. Deməli, qaçdım da kioska. Getdim, Komünist qəzetini aldım. Gördüm, Komünist qəzetinin birinci səhifəsində yazıblar, plenum haqqında şeydir, informasiya. İnformasiyada nə yazdılar? Deməli, Mərkəzi Komitənin birinci katibi seçilmişdir. Yox, deməli, köhnə katib çıxmışdı. Vəlaxundu. Adını yazmır. Köhnə katib azad olmuşdu. Mərkəzi Komitəyə H.Ə.Əliyev birinci katib seçilmişdir. Bu jurnalistikanın, sən də jurnalistikanın qanunu var. Komünist qəzeti bunu verirsə, hökmən o Heydər Əliyev özdə yox, Heydər Əlirzoğlu Əliyev yazmalısan və onun şəklini verməlisən, informasiya verməlisən, har halda da işləyib. Bu cəmaat istəyir. Şəkil də yox. Şəkil heç nə yoxdur, bir belə informasiya. Deməli, bunlar istəmirlər də, bu kişini istəmirlər. Ürəyimdə belə bir saat oynadı ki, bu nə ola bilər? O vaxtdan deməli, mənim bu kişiyə məhəbbətim artdı və sonra iclaslarda gördüm, çıxışları, görüşümüz oldu. Gördüm, yox, bu kişi qeyri-adi bir adamdır. Və elə ki, o proses başladı, Heydər Əliyev deməli, şey yaratmaq haqqında, partiya yaratmaq haqqında, birinci orada qol çəkənlərdən biri mən olmuşam. Yəni o 91 nəfər, şimdi deyirlər ki, aynen o çox idi, çox da öldü, düz 91 nəfər idi. Məsələn, ədəbiyyatı nə yaradır? Tarixin sərt döngələri, tarixi hadisələrin birdən görünməyən tarixi hadisələrin baş verməyə yeni ədəbiyyat yaradır. Hətta mən elə düşünürəm ki... Yəni o təbəddülatlar, o qabarma çəkilmələr də... Bax, mən hətta indi ola bilsin ki, mənə dinləyənlər deyəcək, qocalıqda da... Məsələn, deyək ki, niyə Yaponlar çox ağıllıdır? Bir belə boyları var, amma çox. Niyə? Niyə tutaq ki, nəm sakit bir yerdə yaşayanların o qədər də, onunla qədər ağlı yoxdur. Çünki onlarda təbiət hadisələri həddindən artıq çox olur, xüsusilə zəlzələlər. Bilirsiniz, hər zəlzələ olanda bir enerji gəlir cəmiyyətə.
hər təbiət hadisəsi, yəni o təbiət hadisələrinə elə belə baxmaq olmaz. Yəni o sınaqlar bunları bərkidir, bunları formalaşdırır. Sınaq mənasında demirəm, hadisənin özü. İndi bəlkə atmosferə nəsə buraxır, hansı enerjinisə buraxır, bu Çox maraqlı. və bu insanların beynində, ağlında. Ona görə Yəni belə bir inkası var deyirsiniz. Bəli. Mən məsələn burada yazmışam da ki, hər xalq dastan yarada bilmir. Dastanı o adamlar yaradır ki, o xalq yaradır ki, onun ömrü mübarizələrdə keçir. Mübarizəni eləyir, vuruşur eləyir, sonra başlayır onun xəyalına dalmağa ki, Bu mənada biz dastan çıxarırıq, hə? bəli. Maraqlı mülayizə. Ya indi maraqlıdır da, indi o kim nətər istəyir düşünsün, amma mən doğrudan büyüyüm yaşımın 80 vaxtında, bax buna inanıram. Mən inanıram ki, tutaq ki, müharibələrin olmağı, 44 günlük müharibə, ondan əvvəlki müharibələrin olmağı birdən-birə cəmiyyətdə dəyişikliklər elədi. Birdən-birə yeni istedadların meydana gəlməyinə səbəb olur. O təbiət hadisəsində, o da haradasa müəyyən mənada həyatımızda baş verən hadisədir. Ona görə də məsələn, tutaq ki, Yapon xalqı haqqında düşünürəm, başqa xalqlar haqqında düşünəndə mən məsələn bu cəhətlərə daha çox üstünlük verirəm. Uşaq yazısı olmaq üçün müəllimliyin əhəmiyyətini təbii ki, bu qəbul olunandır. Bunsuz hətta mən biləm mümkün deyil. Yaş nə qədər sizcə belə önəmlidir? Yaşın bir rolu var burada. Siz bir hədd görürsünüz uşaq yazısı üçün. Yaşın həddi yoxdur. Uşaq ədəbiyyatı yaratmaq üçün. Bu şərtdə ki, uşaq yazıcısı özünün uşaqlığını, özünün qocalığına qədər gətirsin, daşısın içində. Ay, sonra. Bax, onu öz içində daşısın. Qocalığına qədər o uşaqlıq onun içində qalsın. O uşaqlıq onun içində qalsın. Əgər o uşaq olmayıb, tutaq ki, çevrilsə, o sonra uşaq ədəbiyyatını yaza bilməyəcək. Sizdə var mı bu günəcən o? Əlbəttə, görürsən, mən uşaq şəxsinə danışıram səhərdən. Məsələn, tutaq ki, indi buna qulaq alsanlar, bunlar bizim deyəcəklər ki, uşaq yazsın da, ağlını yaradan. Amma mən buna inanıram. Mən buna inanıram ki, bax, tarixin hadisələri yox, ya bir inqilab oldu, filan oldu. İnqilab bir cəmiyyətdə bir yer yaratıdır. Elə bir ki, bu da bir okeandır, dənizdir, bu fırtına oldu, altdakiləri çıxartdı, üzərinə nəsə dəyişdirdi, şeyləndi. Yoxsa bu həyat niyə dəyişir? Məsələn, tutaq ki, vaxtilə olan balıq sortları indi yoxdur. Elə ümumiyyətlə təbiətdə olan sortların o cırraşma dəyişir də. Bəzisi cırraşır, bəzisi görsən inkişaf edir falan. Bunlar hamısı təbiətdə və cəmiyyətdə olan hadisələrlə bağlıdır. Maraqlı fikirdir. Yəqin ki, bir bağlılıq var həqiqətən. Ola bilər. Bəs özünüzü mənəvi psixoloji deyək də, baxımdan hansı yaşda hiss edirsiniz? Valla, indi yaş elə bu yaşdır. Amma tutaq ki... Amma ruhən cavan təbii ki. Ruhən həqiqətən çox cavan. Maşallah, səsiniz də cavandır sizin. Elə həmişə mənim 40 il əvvəl eşitdiyim səsdir. Məsələn, deyək ki, özüm haradasa 35-40 yaşlarında hesab edirəm. Və iş burasındadır ki, hətta indi də elə bilirəm ki, mən o 35-40 yaşında olan kimi yeriyəcəm, yürəcəm. Biz cavan vaxtı gedirdik, dənizi qırağında qaçırdıq. Nişangah qoymuşduq, 5 kilometr ayada, 5 kilometr bayana, 10 kilometr gündə qaçırdıq. Mən də fikirləşirəm ki, bu pandemiya zal qutarsın, gedək yenə 15 kilometr qalır. Halbuki ola bizi sağ qaçanda görürsən, yox, nəfəs o nəfəsdir, bədən o bədəndir. Amma o inamın yaşamağı sənin özünü də yaşadır. Əlbəttə. İş orasında. Zahid müəllim, məncə həm də adamı cavan saxlayan o söz elə belə deyilmir də. O ürəyin eynin açıqlığıdır, o xainliyin, xəbisliyin olmamağıdır, ailədəndir, gördüyün tərbiyədəndir, özünə illər boyu aşıladığın o şeylərdəndir. Mənə gəlir bu mənada siz elə ağlınız kəsəndən o doğru, dürüst, məqbul sayılan bir yolla gelirsiniz. Mən nədənsə sizi belə təsəvvür edirəm. İndi o 50-60 il əvvəlinizi görməmişəm ki, amma mənə nədənsə belə bir yəqinlik var, açığı ki, siz elə ağlınız kəsəndən o söz var, deyir, kim dünyanı necə kəstirir, elə də gedir. Mən gənc olanda bu söz qəribə gəlirdi. Açığı deyim ki, yaşlandıqca anlayıram ki, o çox gözəl sözdür. Siz də yəqin razılaşarsınız fikirlə ki, kim bu dünyanı deyir, necə kəstirir əvvəlindən. Elə də gedir. Elə də gedir.
Düz, Doğru sözüm. düzdür, Mən şəxsən bu qənaətdəyim ki, elədir. düz. İndi bunun başqa səbəbləri də var. Bax, misal üçün, ta ki, mənim nəvəm İstanbuldaydı da təzə gəldi. Bu gedəndə bilirdi ki, bu kitab çıxacaq. Orada da həyəcan keçirirdik. Baba, kitab çıxdı. Elə adam var ki, elə ailələri var ki, yazışırdı babası, bak, qəşəng yazışırdı. Deyir, nə yazışır, Tulla Veysel, kitabları Tulla Veysel. Amma məsələn, mənim nəvələrim, nəticəm var mənim ikilərimə. Allah saxlasın. Məsələn, elə ailə, evdə yoldaşlarım falan, bunlar hamısı mənim hər günkü çıxışımla fəxr edirlər. Onlar istəyirlər ki, mən həmişə çıxış edeyim, həmişə telefonada olum, həmişə yazım, həmişə yeni şeylər olsun. Və bu da mənə ilham verir. Çox, çox. Elə deyəcəm, ilham mənbəyidir də o. Evet, Ailə birinci ilham mənbəyidir. bəli, Və arxa dayağınızdır. evet. Sizin uğurlarınızın açarı da mən hesab edirəm ki, o Allah ömür versin, xanımınızdır. Məsələn, bax, mənim xanımım, mən burada belə bir... Özü yarım əsrdən artıqdır bir yol gəlir sizdə. Hə də. Bax, biz burada balaca bir şey eləmişdim, mən bir yumru stol, 2 dənə stol qoymuşdum. Dedi, yox, nə danışsan, belə olmamalıdır. Bu hamısı bir sən impuls verir. Əlbəttə. Yaradıcılıq üçün nə deyim sən, dayaqdır, inkişaf etdir adam. Özü də əvvəlindən belə olub da. Yəni bu yaşın gətirdiyi təcrübə ilə yox. Yox, əlbəttə. Yəni elə 40 il əvvəl də belə idi. Mənim yadıma bir şey düşür. Bir boksör filmi var. Aha. Demək, o kişi çempiondur, arvadıyla gedir, bir ayrı boksör bunun arvadına söyür. Bu arvad deyir ki, cavab verdi ona, deyir, söyür cəhənnəmə, nə olsun, söydü də çıxıb getdi. Arvad deyir ki, mən boksör arvadıyam. Yəni, mən sənin boksörlüğuna görə sevmişəm, sən buna cavab vermişsən, bilirsən, indi tutaq ki, o məni yazışlığıma görə sevibdir, bu sənətimə görə sevib, bu dili bildirməyimə görə falan. Əgər mən burada da tutaq ki, namərdlik eləsəm, onda da olmadı. Yəni burada da sizi sözünüzü deyən adam kimi görməlidir də. Bu kitab, bu jurnal Türkiyədə çıxır. Təmrin jurnalı, bu bütövlükdə mənə həsr oldu. Bir buraxılışı sizə həsr edilər, hə? Bu buraxılışı mənə həsr ediblər. Yoldaşım əl çəkmədi ki, bundan hökmən almalıyıq. Getdik, deməli, burada bir lider mağazini var, orada sifariş elədik, 10 dənə gətirirlər, deyib, baxa gətirirlər, 70-80 manat pul alırlar bizdə. Nə, şeylə də o görməkdə öz pullarını da qoyurlar üstünə. Yəni, o özü bir şeydir ki, sizin Ballıca kitabınız çıxmışdı. ilk kitabım. Aysin, o... İlk kitabım deyildi, ilk nəsr kitabı. Aysin Nəsr kitabı, o dövrdə də o çox məşhur idi və əl-əl gəzirdi. Özü qısa zamanda satıldı, qutardı. Bizim evdə də var idi, mən səhv eləməmsə özüm almışdım. Yoxsa bilməm, rəhmətli yatıb. Gərək ki, özüm almışdım. Mən oxudum, sonra balaca qardaşım oxudu. Nə bilim, məktəbdə uşaqlar oxuyurdu. Onda sən neçə sənət oxuyurdun? Mən onda 4-5 sinif. Onda elə sən mənim uşaqlarımla təxmin edirsən. Hə, bəli. Ona görə yadımdadır o kitab. Siz o bayaqları deyəndə ki, qızınız da gedib, necə oldu deyədiniz. Hə. Deməli, bu məktəbdə, məktəbin yaxınlığında bir kitab köşkü var. Bu köşkün işçisi gedib kitabxana satılan mağazindən 50 köpükdən alıb gətirib bunu uşaqlara bir manatdan satırmış. Mənim qızlarım da dərsdən gəlirmiş, ona deyirlər ki, bunların atasıdır yazan. Gəlib bunlara çatanda qız deyir, bizə də ver, deyir ki, yoxdur, qutardı. Sonra bunlar bu yana gələndə görür ki, o bir ailəsində də satdı. Bunlar görüb də bunu. 50 kitabı bir manata satılmış. Ağlaya-ağlaya gəlmişdi mənim üstümə ki, bəs Mehribandır, qadının adı Mehriban. Bəs Mehriban bizə bu ailəcanı satma. Bunlar bilmir, mənim kitabımdır. Bunlar görür ki, cəmaat uşaqlar alır, bunlar da alır da. Bunları da satmayıblar. Yəni, o mənim yadımdan çıxmayıb. Bir də yadımda qalan bilirsən nədir? Cəfər Cəfərov vardı bizim bir müəllimimiz, professor. O bir dənə kitab alıb, 2 nəvəsi var. Bu kitabın da üstündə uşaqlar dava, o vaxt oxuyurlar, dava salırlar. Demək, Cəfər müəllim deyib, götürdüm kitabı belə, 2 yerə belə cırdım, bax, düz ortasından belə cırdım. O da kreylə çıxdım. Belə dedim ki, bu yarısını sən oxu, bu yarısını.
Sonra dəyişdirin. Axırda deyir, xilə elədim, kitab dururdu, tərtib. Bu hadisələr mənim yadımda. Bax, bugün hamı, əksəriyyət gileylidir də, şairlər, yazıçılar və poliqrafiya ilə məşğul olanlar da, naşirlər də bir başqa cür gileylidir ki, kitab oxuyan yoxdur. Siz əslində necə fikirləşirsiniz? Daha doğrusu, siz necə fikirləşirsiniz? Əslində necədir? Kitab oxuyan yoxdur deyək, yoxsa kitabın təbliğatı, kitab işinin bazarı düzgün qurulmur? Yox, bazar da məsələsi də var, başqa işlər də var. Amma burada əsas faktor telefonun çıxmağı. Ümumiyyətlə, internetin həyatımıza daxil olmalıdır. Biz oradan daha tez hər şeyi alırıq. Əlçatandır da hər şey. Hər şeyi əlçatandır. Yəni, birinci, ən böyük öldürücü cadı budur. Məsələn, Moskvanın özündə də, bayaq göstərdiyimdə 2 milyon tirajla çıxan kitab, indi mənim kitabım çıxmışdı orada, demək, cəmi 2000 tirajlı. Şərt də buyurdu ki, bunun 1000-i satılandan sonra sənə nə qanar öyrəcək falan, heç nə 1000-dən xəbərim oldu, nə heç birinə vermədilər. Yəni, Moskvanın özündə də, yəni Rusiyada da belədir. İndi yavaş-yavaş düzəlir. İndi hətta bir şey maraqlıdır. Bax, bizdə çoxlu kitab nəşr edən, özdə fundamental nəşriyyətlər var. Bəli. Son illərdə neçə nəşriyyat yaranıb? Nə qədər nəşriyyatlar yaranır və onlar nə qədər kitab buraxırlar. Alınmırsa, bəs bu kitablar niyə var? Faiz olun. Görürsünüz o. Demək, bu kitablar alınır. Bəzən düzdür, biraz, onsuz da bunun qiymətini çox qoyurlar. Məsələn, tutaq ki, bax, bu kitabın qiyməti 8 manat neçə köpükdür. Bu uşaq bunu nətər alsın? Sovet hökuməti buna uzaqbaşı 1 manat qoyardı qiyməti. Çünki özü ödəyirdi. Ümumiyyətlə, uşaq ədəbiyyatı ucuzuydu Sovet dövründə. Qalanı, bəli. O kitab nəşr olunanda burası tutması olmuş ki, o 2 milyon tirajla çıxanda nəşriyyat oturdu hesablayıb ki, biz onu 2 milyon buraxsaq, bizim kağız fondumuzun yarısını aparacaq. Ona görə o vaxt Rışkov idi, İstihari Nazirlər Kabinetinin sədri. Ona məktub yazdılar ki, bəs belə bir kitab var, biz onu buraxırıq böyük tirajla. Bizə biraz kağız ehtiyatı verin falan. Ondan sonra buraxırıq. Nə bilim, belə. O Türkmenistan'da danışır, Türkmenistan demirlər, deyir, yoplayır Türkmenistan. Cap eləməkdə, bizim Türk sözü caplayır. İndi biz də biraz capladıq. Elə bizim Qazaq bölgəmizdə hələ də elə deyirlər də. Deyir, gəl biraz caplaşaq. Biraz cap eləyək. Türk sözüdür də, qədim Türk sözüdür. Cap eləmək. İndi Anadolular laf deyir. O laf söhbətdir. Amma Qazaqda deyirlər yenə də, deyir, gəl biraz caplaşaq. İndi biz də o sizin sözünüzdən məncə yaxşı bir, elə türkçə desək, caplaşdıq. Allah'a şükür. Kifayət qədər məsələlər şükür bu görüşümüzə. Çox yaxşı ki, belə görüşdük. Yine bu yəqin haradasa qalacaq da, dəfərində, haradasa bəlkə də göstərdilər. Çox təşəkkür edirəm, gəldiniz, əziyyət çəkdiniz. Çox sağ olun. Mən təşəkkür edirəm ki, bizə bu şəraiti yaratdınız, vaxt ayırdınız, diqqət göstərdiniz. Məncə görüşümüz maraqsız olmadı. İnşallah, əlbət. Və ürəyinizdə bir sözünüz qaldı? Valla ürəyində sözüm çoxdur, amma onu da hamısını demək olmaz. İnşallah növbəti deyir bir fürsətə, növbəti bir macala. Əlbət. Allahın köməyi ilə. Tək sağlıqla görüşmək imkanı olsun və ona yaxşı bir söz var, yaxşı bir bəhanəmiz olsun. Bəli. İnşallah qarşıda yubiley var, yubileydə bir bəhanə. İnşallah. Təşəkkür edirəm. Çox sağ olun. Var olun. Sağ olun. Əziz izləyicilər, daha bir verilişimiz sona yetdi. Ümidvaram ki, maraqlı oldu. İnşallah növbəti görüşərək. Allah amanda.